Hə. 8. Deməli, isimdə səhvlərimizə baxaq uşaqlar. 7-yə baxaq. 7-də nədir? Demək, deyir bu sözlərdən birində saitlə başlanan hal şəkilçisi artırdıqda söz kökünün son hecasındakı sait düşmür. Hal şəkilçisidir. Biz sizə keçən dəfə demişdik ki, hansı sözlərdə mənsubiyyət şəkilçisi artırılanda düşür, hansı sözlərdə həm hal, həm də mənsubiyyət şəkilçisi artırılanda düşür. Yəni biz onları necə yadımızda saxlayırdıq? Bədən üzvləri, yəni milli mənşəli sözlər bədən üzvləri idi. Hə, isimcisi onun kimi yoxdur. Hə, bir bədən üzvləri idi. Hansılar idi bədən üzvləri? Alın, çiyin, ovuc, beyin, bunlar. Sonra bir də nə var idi? Qoyun, qucaq mənasında. Qohumluq əlaqəsi. Qohumluq əlaqəsi deməli, oğul, qayın. Bir də alınma mənşəli bir sözümüz var idi. Könül sözü. Bizdən deyir ki, hansı sözlərin birində saitlə başlanan hal şəkilçisi artırdıqda söz kökünün son hecası düşür. Deməli, bu biz dediyimiz bu kateqoriyaya aid olan sözlərdir də. Bu şəkildə həm halda düşür, həm mənsubiyyətdə. Sətirdə həm halda düşür, həm mənsubiyyətdə. Ömürdə də, cisimdə də. Çiyin necə sözdür? Bədən üzvü olduğuna görə. Burada mən sizə bir dənə qayda demişdim. MM qaydası. Yəni, milli mənşəlilərdə mənsubiyyətdə düşür. Alınma mənşəlilərdə isə həm mənsubiyyətdə düşür, həm də halda düşür. Cavabımız olacaq burada nə? C var. Belə də götürəndə ki, yəni söz qruplaşdırsaq belə, çiyin fərqli mənadadır. Şəkil cisim, ömür cisim, hə? Nətər idi? İsim cisim, belə bir şey. Sonra 8-də nədir? Deməli, cümlələrdən birində xüsusi isimlərin yazılışında səhvə yol verilmişdir. Uşaqlar, xüsusi isimlər necə yazılacaq? Cümlənin istənilən yerində ilk hərfi böyük hərflə. Ədəbiyyatımızda Füzuli bir məktəb yaratmışdır. Arazam kürə bəndən, bülbüləm gülə bəndən, badamlı isti su, mineral suları insan üçün çox faydalıdır. Elm təsdiq edir, yer günəş ətrafında fırlanır. Bir atı var, ay soğuk. Bu bir adam, bu adam atına nə qoyub? Ad qoyub. Bunu siz dedim də, siz keçən dəfə. Məsələn, tutaq ki, it, pişik, bunlar xüsusi isimdir. Amma biri pişiyinə məslan adı qoyur, biri itinə toplan adı qoyur. Bunlar necə olmalıdır? Biri atına ad qoyur. Məsələn, Koroğlu atına ad qoymuşdu. Nə idi Koroğlu'nun atlarının adı? Dürat, qırat. Bizim ixtiyarımız yoxdur, onlar kiçik. Nə olsun at adı da? Xüsusi adlı da. Xüsusi isimdir, bəli. Alapaça necə yazılmalıdır? Alapaça. Bəli, qırat da necə yazılmalıdır? Böyük hərflə. Bütün xüsusi isimlər böyük hərflə yazılacaq. Cavabımız olacaq necə? Cavab olacaq Y variantı. Sonra deyən uşaqlar 14-də nə deyir? Deyir, sonu 14-də sonu A, Ə saiti ilə bitən, hə. 14-cü sualı sən izah eləyə bilərsən. 14-də deyir ki, sonu A, Ə saiti ilə bitən isimləri hansı halda həmin saitlər qapalı saitlər kimi tələffüz olunur? Ay oldu, yəni sonu A, Ə saiti ilə bitən sözləri keçən dərsdə yönlü kal, A üstü 2, ya üstü 2, yəni bunu niyə ki, ya üstü 2, burada bitişdiricidir. Məsələn, tutaq ki, sonu A, Ə ilə bitsin də, olsun nə? Alma, buna bir dənə artıraq nə? Almaya, buradakı tələffüzdə necə olacaq? Almaya, görürük ki, söz kökündəki bu A nəyə keçdi? I-ya. Yəni bu söz kökündəki A, Ə keçəcək nə? I üstü 4 qapalı saitlərdir. Yəni I, I, U, Ü saitlərdən birinə. Bu da hansı halda olacaq? Deməli, yönlü halda D var yəni. Sonra 15-də nədir? Cümlələrin birində oğul isminin kökündəki U hərfi düşməməlidir. Oğul hansına aid idi uşaqlar? Milli mənşəli, qohumluq əlaqəsi olanda, daha doğrusu, deməli, oğulda nə zaman düşəcəkdi? MM qaydasında düşməlidir də. Halda heç vaxt düşməməlidir. Oğlum universitetə qəbul olub, oxuyur daha doğrusu. Mənim oğlumdan söhbət gedir də. Buradakı nədir? Mənsubiyyətdir. Düşməli idi də.
bizdən deyir ki, düşməməlidir də. Oğlun yaman dəzəldir. Sənin oğlun, buradakı o nədir? Mənsubiyyətdir, düşməlidir. Düşüb də, haqqı da var. Oğlumuz, bizim oğlumuz haqqına düşüb. Oğlun pisi yaxşısı olmur. Baxın o uşaqlar. Demir ya, sənin oğlun pisi yaxşısı olmur. Söz necə olmalıydı? Oğlun. Niyə? Buradakı u nədir? Haldır, mənsubiyyət deyil. Yəni, buradakı u nə etməlidir? Düşməməlidir. Cavabımız D variantıdır. Onun oğlu, u burada mənsubiyyətdir, düşməlidir. Başa düşdünüz? Bu MM qaydasını heç vaxt unutmayın. Sonra. Necə? Mənsubiyyət şəkilçisi qəbul edəndə, daha doğrusu milli mənşəət sözlərdə mənsubiyyət şəkilçisi qəbul edəndə düşünün. Neçəyə baxırıq? 19 kimdədir? 18 demişdim. 18 hara? Aşağıdadır. 18. Sözlərdən birinə saitlə başlayan şəkilçi artırdıqda ikinci hecadakı sait düşmür. Deməli, sinif, nəsil, eyib, şəkil. Uşaqlar, nağıl sözü o kateqoriyaya aid deyil. Cavab olacaq A variantı. Yəni, sənin nağılın və yaxud da ki, nağılın məzmunu yenə də heç vaxt düşmür. Bütün iki hecalı sözlərə aid deyil ki, bəzilərinə aiddir. 21. 21. Nə səhvi, çox səhviz var ya burada? Sadə bir mövzudur. 21-də nə deyir? Üstündə hansı rəqəmlə yazılmış sözlərə hal yox, ancaq mənsubiyyət şəkilçisi qəbul edərək ikinci hecadır. Deməli, hansıdır? Şeylər bədən üzvlərini götürəcək də. Ağız, çiyi, beyin, 2, 3, 6 var. 2, 3, 6 D var. 24. Deyir ki, hansı cümlədə beyin sözün kökündəki i yazılmamalıdır. Uşaqlar, beyin bədən üzvüdür. Deməli, kökündə bu yazılmamalı deyirsə, yazılmamalı. Bu nə, hansı şəkilçini qəbul edib? Mənsubiyyət, bəli. Beynin möcüzələri, bu yazılması düzdür. Beyni yaxşılayır, uşaqlar, sənin beynindir. Beyinləri çox inkişaf edib, onlar... burada bir dəqiqə, bu öz yerindədir. Bu niyə? Çünki üçüncü növdə dedik ya, üçüncü şəxsdə lar üstü 2 plus I üstü 4'dür də. Buradakı birinci lar gəldiyinə görə bu düşməyəcək. Bunları beynimdən, mənim beynimdən olmalıdır. Cavab olacaq 2, 4. Yəni burada uşaqlar, burada da mənsubiyyətdir, üçüncü şərtdə. Amma burada üçüncü şəxsin cəminin mənsubiyyətinin olduğuna görə lar üstü 2 plus I üstü 4 gəlir də mənsubiyyət, eləmi? Birinci samitlə başlayan şəkilci olduğuna görə düşməyəcək. Bizdə ancaq saitlə başlayan lazım. 25. Nə oldu? Arda gəldi. 25. Nə deyir 25'də? Tələffüz formasında verilmiş hansı sözün yalnız çıxışlı qal şəkilçi kimi düşünmək olar? Qəşəng maraqlı sualdır. Vüqar İlhamdan 2 yaş böyükdür. Dostumdan kitab aldım. Bir dəqiqə. Bunu uşaqlar, iki cür düşünə bilərəm bu beyni. Dostumla kitab aldım, dostumla olacaq. Dostumdan da kitab aldım, yenə belədir. Yəni, tələffüz la üstü 2 də olsa, dan da olsa, nan şəklində. Qardaşımla ötürü canımı verərəm. Qardaşımdan ötürü canımı verərəm. Amma buna baxın, Vüqar İlhamla 2 yaş böyükdür. İlhamdan 2 var. İlhamdan 2 yaş böyükdür. Nədir? Yalnız çıxışlı şəkil kimi düşünmək olmaz. Elə cavabımız B variantdır. Burada isə ancaq çıxışlıqdır. Qardaşımdan ötürü canımı verərəm, çıxışlıqdır. Yer üzündə insandan ailə varlığı yox, çıxışlıqdır. Mən Vüqarın qohumundan utandım, çıxışlıqdır. Amma B variantı, dostumdan kitab aldım, bir də dostumla kitab aldım. Hər iki sözün necə tələffüz ediləcək? Dostumdan şəklində, yəni dostumla kitab aldım, dostumdan kitab aldım, yenə də dostumdan şəklində tələffüz ediləcək. Yəni B variantının konkret çıxışlı qaldı olduğunu demək mümkün deyil. Yəqin ki, burada qutardı. 26, ara qutarır. Davam edir, 37. Daha dəhşət, daha ciddi.
Yaxşı. 26-da nədir? Yalnız mənsubiyyət şəkilçisi qəbul edərkən saiti düşən sözlərin işləndiyi cümlə. Abala, indi dedik də mənsubiyyət yəni bədən üzvləri oğul, qayın. Ata təmkinlə fikrini izah etdi. Deməli, bir saitdən ibarət hecanı yeni sətrə keçmək. Xəfif külək əsdiyindən əli pencəyini çiyninə saldı. Bahar fəsli gələndə hər tərəf yaşıl dona bürünür. Şah qəzəbindən onun boynunu, bəli, boyunda 3-lə 5 cavabımız olacaq. Yaxşı. Burada bu mövzuda bitdi. İsmin mənsubiyyətində var səhviniz? 7. Deyir, mənsubiyyət şəkilçisi qəbul deməli, mənsubiyyət şəkilçisi qəbul edərkən isimlərdən biri ümumi qrammatik mənada kənara çıxır. Bunun ən sadə yolu nədir? Deməli, macəram, daha doğrusu onun macərası, onun tövbəsi 7. Mənsubiyyət şəkilçisi qəbul edərkən isimlərdən biri ümumi qrammatik mənada kənara çıxır, qaydadan kənara çıxır. Əlaqəsi, meşəsi, küçəsi, ənənəsi, məqaləsi, mənşəyi. Bəli, mənşəyi, əlaqəsi, mənşəyi. Ümumi, burada sı bitişdirici olacaq. Mövqeyi mənşədə isə nə bitişdirici olacaq? Y bitişdirici. Mənşəyi, ənənəsi, küçəsi, məqaləsi, əlaqəsi. Ümumi qrammatik. Burada da yeni qaydada C variantı mövqesiz olacaq. Yəni, bitişdirici samit məsələsidir. Sonra 9 demişlər. 9-da nədir? Hansı cümlədə mənsubiyyət şəkilçili isim işlənmişdir? Başa düşdün? Baxmağa ehtiyac yoxdur, vaxtımızı itirməyin. Mənsubiyyətdə deyin səhvlərcə. Gedək 29-a. 19. İsimlərdən birində işarələnmiş şəkilçi bütün məqamlarda mənsubiyyət şəkilçisidir. Baxın uşaqlar, sinif sözündə keçən dəfə dedim axı, alınma mənşəli sözlərdə sinif, cisim, isim, təhsil, nəsil, biz tez-tez deməyək. Onlarda sən 3-cü məsələn, sinifi sözünü, buradakı eyni mənsubiyyət kimi də düşünə bilərsən. Bir də nə kimi düşünərsən? Təsirlik hal kimi düşünə bilərsən. Məsələn, sinifi təmizlədim. Bir də var deyirsən, onun sinifi. Onu ancaq cümlədə işlədə bilərsən də. Sinifi, zehni, yəni onun sinifi və yaxud da ki, zehni inkişaf. Daha zehni inkişafda iyi mənsubiyyət, leksik olacaq. Məsələn, zehni işə salmaq elə. Ömrün, sənin ömrün, bir də ömrün akkordları, sənin şəklin xatirələri. Amma oğlun sözündə bütün hallarda bu nədir? Bu burada nədir? Mənsubiyyətdir. Hal olanda heç vaxt düşməməlidir. Sonra 21. 21. Bütün videolarımızda xoruz var. 21. Cümlələrin birində mənsubiyyət şəkilçili isim şəxsinə görə fərqlənir. Şagirdin kitabı, üçüncü şəxsin təki onun kitabı, ayağı var, qaça bilmir, onun ayağı, məqsədimizi dostlara çatdıranda hamı bizim məqsədimiz, bəli, avtomobilin təkəri, onun təkəri, cavab C-dir. Şagirdlərin maraq dolu baxışları, onun baxışları. Cavab olacaq nə? C, digərlərində isə üçüncü şəxsdədir. Təki və yaxud da Sonra, başqa, bitdi burada. Halda, deməli, bunu bitirmişiksə, keçək hala. İsmin hallarında. Yəni, çox xəbəri. 3-ə? Aha. Nümunədəki dost ismi hansı hallarda işləndiyini müəyyən edir. İsmin hansı hallarda? El sözüdür, dost dostuna tən gərək, tən olmasa bəri başdan gen gərək. Dost tən gərək adlıq, kimə? Dostuna yönlük. Bunu nəyə səhv yazırsan ki sən? B variant. 8-də nə deyir? Məktub sözü hansı cümlədə təsirlik haldadır? Mən sizə nə dedim? Təsirlik hal olan cümlədə mütləq nə olmalıdır? Fe'l olmalıdır, hərəkət olmalıdır.
Baxın, mən ona bir məktub göndərdim, məktubu göndərdim. Göndərdim deyəndə ağlımıza hansı təsirli feillər keçirilmir ki, təsvirlərdə. Kimi nəyə haranda göndərdim deyəndə ən azından nəyi sualı ağlıma gəlir də cavabımız olacaq elə var. Yəni. Məktub göndərdim, məktubu göndərdim. Məktub hələ dostuma çatmamışdır. Nə adlı haldadır? Bu etibarın məktubudur, mənsubiyyət adlı haldadır. Dostumun cavab məktubu mənsubiyyət adlı haldadır. Məktubun məzmunu yiyəlik haldadır. Cavab olacaq A variantı. 17-də nə deyir? 17. Hansı birləşmədə təsirli kallı söz işlənmişdir? Elmi fəaliyyət. Ya təsirli kallı söz deyənə deyirmi? Nə olmalıdır o birləşmədə? Və yaxud da ki, cümlədə, feildə var, yoxdur da, yoxdur. Ürəyi döyünəndə var, amma onun ürəyinə söhbət gedir. Gözəlliyi duymaq, nəyi duymaq? Gözəllik. Ən azından feili nəzərə alsın, 2 dənə variant arasında qalırsan. Görürsən ki, ürəyi döyünən, onun ürəyindən söhbət gedir, eləmi? İ nədir burada? Mənsubiyyət. Amma gözəlliyi duymaq, bəli, burada isə təsirlik. Necə? Təsirli qallı söz hansı birləşmədir? Bəli, aşırı qiymətləndirmə nəyə qiymətləndirmə? 20. Sual verməkdən qorxmayın sözlərə. 20. Azərbaycanın şair və yazıçılarının portretləri birləşməsində altından xətt çəkilmiş sözün hansı halda olduğunu və bura. Abala, portretlərin, bax burada yazıçı sözündə, bax buradan bu tərəfə baxın. Bir dəqiqə, bax. Bilməm də, tabi bundan sonra var da, vədən sonra bir dənə söz var ha. Belə deyək də, başlanğıc formaya baxın, yazıçı. Deməli, yazıçıların portreti isə şairin də portretidir. Tapıram, yiyəlik haldadır, çünki yazıçıların sözü. Nə buraxılıb? Bir dənə cəm, bir dənə hal, bir dənə də, daha doğrusu yazıçılarının portreti, bəli, hal, mənsubiyyət, bir də cəm şəkilçisi. Haradadır belə? Yiyəlik halda. Yiyəlik hal, cəm, mənsubiyyət, hal. Cavab olacaq A variantı. Sonra. Başqa biraz tezləşdirək uşaqlar. 29. Vaqif, sabah məni yola sal gedim, torpaq evcimi ziyarət edim. Oradadır dünyanın zövqü ləzzəti, sən də öz boynundan at bu minnəti, kəndimizə qayıt. Hansı əsərdəndir? Nə olsun ədəbiyyatçı deyərsiniz? Bilmirsiniz? Səməd Vurğunun Vaqif dramından. Yaxşı. Deməli, nümunədə işarələnmiş sözlər ikisi adlıq haldadır. Hansı sözlər? Vaqif, sabah məni yola sal gedim. Kimi məni? Təsirli kal. Torpaq evciyimi ziyarət edim. Nəyi? Təsirli kal. Oradadır dünyanın zövqü, dünyanın ləzzəti. Bəli, onun buralar mənsubiyyətdir, adlıq haldadır, düzdür. Sən də öz boynundan at bu minnəti. Nəyə at minnəti? Bəli, deməli, cavab olacaq zövqü minnəti. Yoxsa? Zövqü ləzzəti, hə, yə var. Sonra. Başqa? 41. Deyir, işarələnmiş sözlərin hansında təsirli kal şəkilçisi işlənmişdir. Bugün əmanət bankı bağlı idi. Təsirlik deyil, mənsubiyyətdir. 41? Mən 42-yə batım. İşarələnmiş sözlərin hansında təsirli kal şəkilçisi işlənmişdir. Arzunun niyyəti. Uşaqlar, bu yiyəlikcə bu nədir? Bizdə nə istəyir təsirli kal? Komandirin əmri yiyəlik, mənsubiyyət. Azadlıq meydanı adamla doluydu, mənsubiyyət. Dükan sahibi alıcıları hörmətlə qarşıladı. Sual verin. Ay, yox. Bizə altına xətt çəkilmiş söz lazımdır. Kimi qarşıladı, arzuladı. Qarşıladı feilinə baxanda sual özü avtomatik olaraq verilməlidir. Alıcıları mənsubiyyətdir. Sonra. Səndə? Deyin. Neçə dəqiqə çəkir? 19 dəqiqə. Hə. Uşaqlar, isimdə çətin bir şey yoxdur. İsimdə demək olar ki, biz çox şeylərə toxunmuşuq, hamısına
sizə lazım olacaq qədərə. O konkret müzərrət məsələsində də demişik. Xanlar bayaq dərsli idi. Bundan əvvəlki qruplarda. Ağıl sözü necə konkret, necə müzərrət ola bilər? Xanlar xaric. Şimdi deyər, ağıl sözü konkret, necə müzərrət ola bilər? Ağıl heyvan yeri arasında. Ay, sağ ol. Bəli. Ağıl yay ərcində qoyunları salmaq üçün var ha. Setkanın içərisində olur qoyunlar. Və ya da qamışdan da ola bilər. Ağıl, bizdə ağıl deyirlər. O yayda heyvanları setka çəkirlər. Yayda. Sərin olsun deyə axşam vaxtı ora salırlar. O ağıl adlanır. Bu konkretdir. Amma belə ağıl. Amma cümlədə uşaqlar. Elə cümlələr var ki, onları cümlədə hər iki mənada başa düşmək olar da. Ta ki, məsələn, cümlə belə verilsə ki, qoyun otaranlara da ağıl lazımdır. Hər iki cür düşünmək olar da. Həqiqətən bir var, bu ağıl da lazımdır. Yəni, necə ki, habitiniz. Bir də var ki, heyvan salmaq üçün ağıl. Yəni, iki mənada düşünmək olar. Yaxşı. Neçənci sual dedin sən? 52. Davam edək 52 ilə. Qeyri-müəyyən təsirlik halda olan isim hansı cümlədədir? Biz sizə nə dedik? Qeyri-müəyyən təsirlik halı fərqləndirmək üçün ya onu əvvəldən artıraq, o, bu əvəzliyi artırırıq, ya da ki, onu nə edirdik? Əvvələ keçirdirdik. Bir söz əvvələ. İndi baxaq. 52. Hələ siz Xudayar bəyi yaxşı tanımırsınız. Kimi tanımırsınız? Xudayar bəyi. Şəkil üçün gözümüzün önündədir. Bizə nə edir? Qeyri-müəyyən. Sonra, orada əhvalatı öyrəndiklər... Nə? Hə. Yaxşı yazdım elə. Orada əhvalatı öyrəndikdən sonra nökəri Əzizlə ata minib öz yurduna qayıtdı əhvalatı. İndi söz yox, kənarda baxan Xudayar bəyi məzəmmət eləyir. Kimi? Şəbnəm hər iki qız üçün şəkilli kitab aldı. Bax, nəyə aldı kitab? İndi bax, burada kitab sözü sənə qaranlıqdır da. Görəsən adlıqdır, yoxsa qeyri-mən. Bax, bunu artıram. Şəbnəm kitabı hər iki qızı üçün şəkilli aldı. Və yaxud da ki, Şəbnəm hər iki qızı üçün o şəkilli kitab aldı. Kitabı. O şəkilli o kitab aldı daha doğrusu. O kitab aldı. Yəni o kitabdan əvvələ cavabımız olacaq D variantı. Hə. Sonra başqa? Bitdi. Yaxşı. Uşaqlar, biraz sual-cavab eləyək bu mövzuda. Sonra dərsimizi də bağlayarıq, özümüz də davam edərik. Deməli, isimlərə, o bayaq danışırdıq, söz kökündəki yazılış məsələsində, söz kökündəki saitin düşmə məsələsində, onlar ismin hansı hallarında baş verir və yaxud da ki, mənsubiyyət şəkilçilərində. Niyə? Ay sağ ol, çünki 3 halda baş verəcək də. Adlıq halın niyə olmaz? Adlıq halın şəkilçisi yoxdur. Deməli, yerlik hal nəyinə başlayır? Samitlə başlayır, çıxışlıq hal, dan üstü ki. Mənsubiyyətdə isə bir dənə şəxsin cəmində baş vermir. Yəni, üçüncü şəxsin cəmində baş vermirdi. Niyə? Çünki o da necə idi? Var üstü 2, bu üstü 4 idi də. Bu samitlə başladığına görə baş verməz. Qalan hallarda baş verəcəkdir. Yaxşı. Külək konkret idi müzərrət? Konkret. Ulduz? Konkretin şərti nə idi? Gözə görə 3 şərtin üstündə ödəməlidir. Yalnız birini ödəsə bəs. Ay, sağ ol. Yaxşı. Xüsusi isimlər. İstənilən yerində. Başqa nələr var idi isimdə? Demək. Toplu isimlər. Nə? Cəmlənmir. Ümumiyyətlə, uşaqlar, toplu isimlərdə belə bir cümlə deyirəm.
Toplu isimlər leksik baxımından cəm isimlərdir. Düzdür, yanlışdır? Düzdür. Düzdür. Nə deməkdir yəni? Leksik baxımından, yəni məna şəkilçi artırmadan çoxluq bildirir. Yəni məzba, da ki bura yazıram ordu. Bura yazıram, nə bilim, sürü, ilxı. Bu leksik baxımından çoxluq bildirmək nə deməkdir? Burada şəkilçi görürsünüz. Amma ordu deyəndə bir əskər nəzərdə tutulur, yoxsa yüzlərlə? Sürü deyəndə bir qoyun nəzərdə tutulur, yüzlərlə. Yəni leksik baxımından çoxluq bildirmək o deməkdir ki, məzmununda nə var? Bunun çoxluğu var. Amma qrammatik baxımından götürsək, qrammatik baxımından cəm ismin qrammatik göstəricisi nədir? Varlar şəkilçisidir. Bəli, ordu ordular, sürü sürülər, ilxı ilxılar. Hansı sözlər idi? İctimaiyyət idi, əhali cəmaət. İctimaiyyət, əhali bir də cəmaət sözləri cəmlənməyəcək. Digər toplu isimlər isə cəm şəkilçisi qəbul edib cəmlənə bilər. Məsələn, bir dağın o üzündə sürüdür, biri bu üzündədir. Biz məcbur olan nə deyək? Sürülər. Leksik cəhətdə məna baxımından cəmdədir. Amma qrammatik cəhət, qrammatik nədir? Qaydanı da. Şəkilçisi var yoxsa yoxdur? Budur. Təbii ki, yoxdur. Amma leksik məzmun baxımından isə necədir? Cəmdədir. Aydın oldu. İsmail sual yoxdur. Onda videonun sağ olaşaq. Sağ olun.